Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala rasulihil emin. Ve ala alihi ve sahabetihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Eşhedü en la ilahe illallah. Vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Qeyd olunduğu kimi bizdə 4-cü, 6-cı bazar günləri əxlaq barədə dərslərimiz olacaq. Ümumiyyətlə, İslam dinində əxlaqın yeri mühümdür, əhəmiyyəti böyükdür. Elə Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətinə baxsan, görərsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkə dönəmində ilk olaraq tövhidə dəvət etdikdə onunla yanaşı gözəl əxlaqlara da dəvət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm la ilahə illallah kəlməsinə çağırarkən insanları bununla yanaşı kasıbın əlindən tutmağa da, iffətli olmağa da, yalan danışmamağa da, qohumluq əlaqələrini saxlamağa da dəvət edərdi. Bu da öz növbəsində göstərir ki, həqiqətən də əxlaq mühüm bir şeydir. Və əxlaqın qaynaqlarından biri də İslam dinidir. Yəni, insan öz əxlaqını uca Allahın kitabından, həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən öyrənir. Uca Allah Peyğəmbər sallallahu aleyhi və səlləm barəsində buyurur ki, İnnəkə lə'alə xuliqin azim. Həqiqətən sən gözəl əxlaq sahibisən. Bu da biz müsəlmanları təşviq edir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqına baxaq, onun əxlaqı kimi əxlaqlanaq. Həmçinin əxlaqın əhəmiyyətinə, fəzilətinə dəlalət edən məsələlərdən biri də odur ki, əxlaq özlüyündə böyük bir ibadətdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir insan gözəl əxlaqı ilə gündüz oruç tutanın, gecələr namaz qılanın dərəcəsinə çata bilər. Yəni, gözəl əxlaqı ilə və bütün bunları da nəzərə alaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı barəsində yazılmış ən mühüm kitablardan olan Ədəbul Mufrad kitabını oxuyuruq və onu şərh etməyə çalışacağıq. Bu kitab əslində böyük imamlardan olan İmam Buxari rahiməhullahın kitabıdır. O, bu kitabda Peyğəmbər sallallahu aleyhi və səlləmdən çoxlu hədislər, həmçinin səhabələrdən gözəl əxlaq barədə olan əsərlər toplamışdı. Əlimizdəki kitab isə Şeyx Albani rahiməhullaha məxsusdur. Müasir dövrümüzün ən böyük alimlərindən sayılan Şeyx Nasirəddin Əl-Əlbani rahiməhullahındır. Niyə görə? Çünki Şeyx rahiməhullah bu kitabın içərisindən zəif əsərləri və hədisləri çıxarmış və tərtibatına diqqət etmişdi. Və bu kitabı Səhih Ədəbul Mufrad adlandırmışdı. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı barədə olan səhih əsərlər və hədislər. Həmçinin burada şərhlər də qeyd olunur bu kitabda. Şərhlərin sahibi isə, yəni şərhləri toplayan isə Hüseyn Əl-Avayişə Hafizahullahdır. Deməli, İmam Buxari rahiməhullah burada birinci babı getirir və buyurur ki, وَوَصَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ حُسْنًا. Yəni, bu kitabda birinci babı Uca Allahın Ənkəbut surəsində keçən ayəsi ilə başlayır. وَوَصَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ حُسْنًا. Biz insana öz valideynlərinə yaxşı davranmağı əmr etmişik. Bu başlıq özü Ənkəbut surəsindən götürülmüş ayədir. Bəğavi rahiməhullah bu ayənin təfsirində buyurur ki,
Yəni biz insana həm atasına, həm anasına yaxşılıq etməyi, onlara şəfqət göstərməyi əmr etmişik. Həmçinin bu ayənin mənası barəsində deyilmişdir ki, وَوَصَّيْنَا الْاِنْسَانَ أَنْ يَفْعَلَ بِوَالِدَيْهِ مَا يَحْسُنُ. Biz insana valideynlərinə qarşı yaxşılıq sayılan hər bir şeyi etməsini əmr etmişik. İbn Kəsir rahimehullah bu ayənin təfsirində buyurur ki, Uca Allah deyir, insanları öz tövhidindən yapışmağa həvəsləndirdikdən sonra onlara əmr edir ki, onlar valideynlərinə qarşı yaxşılıq etsinlər. Çünki deyir, insanın valideynləri onun bu həyatda mövcud olma səbəbidir. Ona görə də hər bir insana vacibdir ki, öz valideynləri ilə yaxşı davransın. Atasına deyir, infaqla, yəni maddiyyat baxımından kömək etməklə, anasına da şəfqət baxımından şəfqət ilə davranmaqla deyir, insan öz valideynlərinə qarşı yaxşı davranmalıdır. Yəni burada qeyd etmək istəyir ki, Uca Allah insanı ibadət üçün yaratmışdır və bir çox ayələrdə Uca Allah özünə ibadəti əmr etdikdən sonra valideynlərinə yaxşılıq etməyi əmr edir. Və İbn Kəsir rahimehullah burada o sirri açıqlayaraq buyurur ki, Uca Allahın belə etməsi, yəni tövhidə çağırması, sonra valideynlərə itaətə əmr etməsi ona görədir ki, yəni sənin bu həyatda mövcud olma, var olma səbəbin sənin atan və anandır. Yəni onların səbəbi ilə sən varsan ki, Allah'a ibadət edə bilirsən. Ona görə də Uca Allah bir çox ayələrdə özünə ibadətlə yanaşı, ibadətdən sonra valideynlərə də yaxşılıq etməyi əmr edir. Necə ki, ayədə buyurur, وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Sənin Rəbbin yalnız ona ibadət etməyi, ondan başqasına ibadət etməməyi və valideynlərlə yaxşı davranmağı əmr etmişdir. Valideynlərlə yaxşı davranmağı əmr etmişdir. Bizim fəsildəki və vassəynəl insan bi valideyhi husna ayəsi biz insana valideynləri ilə gözəl davranmağı əmr etdik. Ayəsinin nazil olma səbəbi isə böyük səhabə olan Sa'd bin Əbu Vaqqas radiyallahu anhu barəsindədir. Nə vaxt ki Sa'd radiyallahu anhu İslam'a daxil olur, onun anası bundan qəzəblənir. Və and içərək deyir ki, mən heç vaxt onu danışdırmayacağam və nə yeyəcəm, nə də içəcəm, ta ki o İslam dininə küfr edincə. Yəni Sa'd bin Əbu Vaqqas İslam dinini tərk etmədikcə, anası and içir ki, onu danışdırmayacağam, nə yeyəcəm, nə də içəcəm. Və deyir ki, zəamtə ennəllaha vəssəkə bi valideyk. Sa'dın anası Sa'da deyir ki, sən iddia edirsən ki, Allah valideynlərlə yaxşı davranmağı əmr edib. Və ənə ummuk, mən sənin ananam. Və ənə əmirukə bihədə, mən də sənə əmr edirəm ki, bu dini tərk edəsən. Bu dini tərk edəsən. Sonra Sa'dın anası 3 gün bu vəziyyətdə qalır, yemək yemir, su içmir və yorğunluqdan özündən gedir. Onun başqa bir oğlu, Ömər adlı oğlu ona su verib, ona ayıldır və o da ayılan kimi Sa'da bəddualar edir. Və beləcə Uca Allah bu ayəni nazil edir. Və vassaynəl insənə bi valideyhi husna. Biz insanlara valideynləri ilə gözəl davranmağı əmr etmişik. Başqa ayələrdə isə deyir ki, və in cahadaka ala an tushrika bi ma laysa laka bihi ilm fələ tutihuma. Deyir ki, əgər valideynlərin sənin bilmədiyin şeyi mənə şərik qoşmağı əmr edərlərsə, onlara itaət etmə. Və Loğman surəsində də buyurur ki, və sahibhumə fid-dunya ma'rufə, dünyada onlarla gözəl davran. Biz bunlardan nə götürürük bu ayələrdən? Birinci, Uca Allah insana öz valideynləri ilə yaxşı davranmağı əmr etmişdir.
Amma bu əmr şərtlidir, qeydlidir. Niyə görə? Çünki burada Uca Allah dedi ki, əgər onlar səni mənə şərik qoşmağa məcbur etsələr, onlara itaət etmə. Deməli, Allaha asilikdə məxluqa itaət yoxdur, necə ki hədisdə keçir. Əgər valideynlərin səni asiliyə çağırarsa, günaha çağırarsa, onlara itaət olunmur. Və buradan götürülən üçüncü məsələ isə odur ki, onlara itaət olunmasa belə onlara pislik də olunmur. Ona görə Uca Allah buyurur ki, وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا Dünyada, yəni onlarla yaxşı davran. Yəni onlara itaət etməsən də yaxşı davran. Sonra bizim ayəmizdə وَوَصَّيْنَا sözü keçir, vəsiyyət sözü. Ərəb dilində vəsiyyət sözü əmr mənasında işlənir. Əmr mənasında da işlənir. Yəni biz insana vəsiyyət etdik, yəni ona əmr etdik mənasındadır. Həmçinin şəriətdə də vəsiyyət sözü bir neçə mənalarda işlənir. O mənalardan biri də odur ki, pisliklərdən çəkindirmək, yaxşılıqlara əmr etmək, yaxşılıqlara təşviq etmək də vəsiyyət adlana bilər. Sonra İmam Buxari bu babın altında Abdullah ibn Məsud radiyallahu anhunun hədisini qeyd edir. Hansı ki, o hədisdə keçir ki, Səəltun Nəbiyyə sallallahu aleyhi və səlləmə eyyul əməli əhəbbu ilallah əzzə və cəl. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, mən Allah Rasulü sallallahu aleyhi və səlləmdən soruşdum ki, Allah əzzə və cəlləyə ən sevimli əməl hansıdır? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əs-salatu alə vaxtihə, vaxtında qılınan namazdır. Deyir ki, sonra soruşdum, sonra hansı əməldir? O dedi ki, deyir, thumma birrul valideyn, sonra valideynlərə yaxşılıq etməkdir. Soruşdum, sonra hansı əməldir? Dedi ki, thummal cihadu fi səbilillah, sonra da Allah yolunda mübarizə aparmaqdır, Allah yolunda cihad etməkdir deyə mənə belə dedi. Sonra deyir ki, qalə həddəthəni bihinnə və ləv istəzədduhu ləzədəni. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə bunları danışdı. Əgər mən ondan bundan artığını tələb etsəydim, o mənə artığını da öyrədərdim, deyir İbn Məsud, öyrədərdi, deyir İbn Məsud radiyallahu anh. Yəni biz bu hədisdən götürürük ki, Abdullah ibn Məsud görürsünüz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən Allaha ən sevimli olan əməl barəsində gəlib soruşur. Bu da dəlalət edir ki, səhabələr daim çalışardılar ki, xeyirli əməlləri öyrənsinlər, xeyirli əməlləri yerinə yetirməyə çalışsınlar. Salih əməlləri Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşardılar. Yəni bu sual özü Abdullah ibn Məsud radiyallahu anhunun Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verməsi özü səhabələrin açıq aydın fəzilətinə dəlalət edir. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni Allaha ən sevimli əməl əs-salatu alə vaxtihə, yəni vaxtında qılınan namazdır. Vaxtında qılınan namazdır. Burada belə bir məsələ qeyd olunur ki, bir çox hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşanda ki, ən fəzilətli namaz, ən fəzilətli ibadət hansıdır, o müxtəlif ibadətlərin adını çəkir. Məsələn, burada deyir ki, vaxtında qılınan namazdır. Başqa bir hədisdə deyir ki, məsələn, Allah yolunda döyüşməkdir. Başqa bir hədisdə deyir ki, insanları yedizdirməkdir, yəni acıları yedizdirməkdir. Başqa bir hədisdə salamı yaymaqdır və belə bir çox hədislərdə müxtəlif cavablar verir. Bəs niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyir? Alimlər buna cavab verərək deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə müxtəlif cavablar verməsi ondan soruşan insanın halına görə idi. Yəni elə insan var idi ki, o məsələn namazlarını vaxtında doğru düzgün qılardı, amma məsələn hansısa məsələdə zəif idi. Misal üçün kasıbları yedizdirməkdə zəif idi. O Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşanda ki, fəzilətli əməl hansıdır, ona deyərdi ki, məsələn yemək yedizdirməkdir. Həmçinin bəzi alimlər buna başqa cür cavab verirlər. Deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin
belə müxtəlif danışması, müxtəlif cavablar verməsi ona görədir ki, bu vaxta qayıdan bir şeydir. Yəni Məkkə dönəmində Peyğəmbər sallallahu əleyhi və səlləm İslam dinini yeni qurduğu üçün, yəni səhabələr yeni dəvəti qəbul edib gəldiyi üçün onlara güc lazım idi. Ona görə o dönəmlər məsələn Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşanda ki, ən fəzilətli əməl hansıdır? O cihada yönəldərdi. Amma dinclik dövründə isə ondan soruşanda deyərdi ki, məsələn namaz ən fəzilətli əməllərdəndir. Həmçinin buna misal olaraq çoxlu dəlillər vardır ki, namazın fəzilətinə, namazın ən üstün əməllərdən olmasına dəlalət edir. Amma bəzi hədislərdə görürsən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm insanları sədəqəyə yönəldir. Yəni nə vaxt ki aclıq olur, yəni insanların ehtiyacı olur, kasıblar çoxalır, Peyğəmbər sallallahu əleyhi və səlləm sədəqənin fəziləti barəsində danışardı. Həmçinin hədisdə keçir ki, Abdullah ibn Məsud radiyallahu anhu soruşur ki, "Thumma eyyu?" Sonra hansı əməl daha fəzilətlidir? Deyir ki, bu söz özü dəlalət edir ki, Abdullah ibn Məsud orada pillə baxımından hansı əməl daha üstün olduğunu soruşur. Çünki deyir ki, sonra hansı? Yəni sonra Allaha hansı əməl daha fəzilətlidir? Allah üçün Peyğəmbər sallallahu əleyhi və səlləm də ona cavab verir ki, "Thumma birrul valideyn." Burada da şək yoxdur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin İslamın sütunu olan namazdan sonra valideynlərə yaxşılıq etməyi gətirməsi, qeyd etməsi və ondan sonra cihadı gətirməsi valideynlərə yaxşılıq etməyin nə qədər böyük, əzəmətli bir ibadət olmasını bizə açıqlayır və göstərir. Həmçinin burada bəzi alimlər qeyd edirlər ki, belə baxanda deyir, hədisə belə baxanda Allah yolunda döyüşmək, vuruşmaq ən böyük əməl kimi görsənir. Amma hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bu cihadı ən axırıncı sayır. Yəni birinci namazı sayır, sonra valideynlərə yaxşılığı sayır, ondan sonra isə cihadı sayır. Niyə görə belə edir? Çünki deyir, bu şeylər qıraqdan asan görünsə də, amma cihad çətin görünsə də, buna baxmayaraq deyir, davamiyyətli şəkildə bir insanın namazlarına qarşı mühafizəkar olması, onları vaxtında yerinə yetirməsi, qəza etməməsi, həmçinin valideynlərin qulluğunda durması, onların çətin vəziyyətində belə valideynlərini tərk etmədən onlara xidmət etməsi çox çətin bir işdir. Çox çətin bir işdir. Buna yalnız deyir, siddiqlər bacarar. Yəni həqiqətən Allahla sadiq olan kəslər bu şeyləri bacarar. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm burada cihadı birinci yox, namazı və valideynlərə yaxşılıq etməyi gətirmişdi. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləmdən ikinci dəfə soruşanda o deyir ki, "Thumma birrul valideyn." Yəni namazdan sonra valideynlərə yaxşılıq etməkdir. Yəni valideynlərə yaxşılıq etmək də yaxşılığın bütün növləri ilə olur. Yəni insanın gücü çatan yaxşılığın bütün növləri ilə olur. Həmçinin məsələn valideynlər deyir səndən ayrı yaşayırlarsa, onları ziyarət etməklə, onlarla qohumluq əlaqələrini saxlamaqla, gedib onların haqlarını ödəməklə də olur. Üçüncü dəfə Peyğəmbər sallallahu əleyhi və səlləmdən hansı əməlin Allaha daha sevimli olduğunu soruşduqda o deyir ki, "Əl-cihadu fi səbilillah." Allah yolunda döyüşməkdir, yəni cihad etməkdir, mübarizə aparmaqdır. Cihadın belə deyir faydalı, böyük əhəmiyyətli mənziləyə çatmasının səbəbi odur ki, cihad vasitəsilə müsəlmanlar kafirlərə qarşı, müşriklərə qarşı və digərlərinə qarşı öz vətənlərini, öz diyarlarını qoruyurlar. Əminamanlığı bu vasitə ilə qoruyurlar. Həmçinin İslam dininin yayılmasına da səbəb olur. İslam dininin
yayılmasına da səbəb olur. Sonra İbn Məsud radiyallahu anh deyir ki, həddəsəni bihinnə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm mənə bu faydalı əməllər barəsində xəbər verdi. Yəni bu da bir daha göstərir ki, İbn Məsud radiyallahu anhu yəni xüsusi olaraq vurğulayır ki, yəni bu əməlləri mənə Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdi və sonra deyir ki, وَلَوْ اِسْتَزَدْتُهُ لَزَادَنِ Mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən başqa əməllər də soruşsaydım, o mənə yenə cavab verərdi. Və burada qeyd olunur ki, əgər kəlməsini, əgər sözünü bəzi məqamlarda işlətmək icazəlidir. Bilirsiniz ki, acı qədərlərə qarşı insanın əgər kəlməsini istifadə etməsi icazəli hesab olunmur. Məsələn, insanın başına bir müsibət gəlir və o belə deyə bilməz. Yəni, əgər belə etsəydim, belə olardı. Belə deyə bilməz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bizi bundan çəkindirmişdir. Necə ki, hədisdə keçir, buyurur ki, فَلَا تَقُلْ لَوْ أَنِّي فَعَلْتُ كَذَا يَكُونُ كَذَا Demə ki, deyir, əgər mən belə etsəydim, belə olardı. وَلَكِنْ قُلْ قَدَّرَ اللّٰهُ وَمَا شَاءَ فَعَلَ Lakin de ki, deyir, Allahın təqdir etdiyidir, o nə istəyibsə baş verib. Yəni, bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bizi əgər kəlməsindən çəkindirir. Abdullah ibn Məsud isə burada deyir ki, bu kəlməni istifadə edir, əgər kəlməsini. Bu da göstərir ki, bəzi məqamlarda əgər kəlməsini istifadə etmək icazəli sayılır. Bu da nə zaman olur? Bu da qədərə qarşı çıxmadıqda olur. Yəni, burada İbn Məsud radiyallahu anh deyir ki, əgər mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşsaydım, o mənə yenə cavab verərdi. Yəni, burada da qədərə qarşı çıxmaq yoxdur. Qədərə qarşı çıxmaq yoxdur. Sonra isə burada ikinci hədisə keçir. Yəni, bu babın altında, valideynlərə yaxşılıq etmək babının altında ikinci hədisə keçir İmam Buxari və buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi, Ridar Rabbi fi ridal valid və saxatur Rabbi fi saxatil valid. Həqiqətən deyir, Rəbbin razılığı atanın razılığındadır. Həmçinin Rəbbin qəzəbi də atanın qəzəbindədir. Yəni, bu hədisin mənası nədir? Əgər insan atasını və anasını da eyni zamanda razı salarsa, atasını və anasını razı salarsa, yəni onların xidmətində durarsa, günahlar istisna onlara Allahın təyin etdiyi çərçivədə xidmət göstərərsə və valideynləri ondan razı qalarlarsa, bu deyir Rəbbin razılığıdır. Yəni, uca Allah da səndən razı qalar. Yox, sən valideynləri, xüsusən də bu hədisdə ata keçir, atanı qəzəbləndirərsənsə, yəni onun haqlarını ödəməzsənsə, bu da nədir? Bu da deyir Rəbbin qəzəbidir. Yəni, Rəbbini də qəzəbləndirmiş olarsan. Amma burada xüsusi qeyd var ki, o da nədir? Asilik olmadan. Məsələn, kiminsə atası, valideyni, anası ona asilik etməyə çağırırsa, şək yoxdur ki, ona itaət olunmur. Yəni, asilik baxımından ona itaət olunmur. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir ki, Allaha asilikdə məxluqa itaət yoxdur. Allaha asilikdə məxluqa itaət yoxdur. Və burada şərhdə də keçir ki, atanın razılığı Rəbbin razılığıdır. Lənnə Allah Teala əmərə ən yuta'al əb və yukram. Çünki deyir, uca Allah ataya itaət etməyi və onunla gözəl davranmağı əmr etmişdir. Həmçinin ana da deyir, bura daxil olur. Hətta deyir, ananın bura daxil olması atadan daha üstündür. Çünki övlad üzərində ananın daha çox haqları olur. Və şeyx də burada qeyd edir ki,
və bütün bunlar deyir, asilik olmadan olmalıdır. Necə ki biz də qeyd etdik. Yəni asilik varsa işdə, həm razılıqda, həm qəzəbdə. Yəni sən asilik edib hansısa günah vasitəsilə ananı, atanı razı salırsansa, şək yoxdur ki, bu Rəbbin razılığı deyil. Həmçinin də valideynlərin sənə asiliyi əmr edirlərsə, Allaha asi olmağı əmr edirlərsə, onlara itaət olunmur. Onların bu qəzəbi də Rəbbin qəzəbindən sayılmır. Çünki asilik üzərində qurulmuşdur. Bununla da birinci babı bitirmiş oluruq. Uca Allah bizi eşidib faydalanlardan etsin. Bu kitab barədə ikinci dərsimiz inşallah 6-cı gün olacaq və bazar günü olacaq. 6 bazar. 1, 2, 3 isə yenə də imanı artıran səbəblər və imanı azaldan səbəblər kitabının oxuyacağıq. Uca Allah bizi eşidib faydalanlardan etsin. Subhanəkallahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt əstəğfiruka və ətubu ileyk. Allahu Teala a'lem və sallallahu ala nebiyyina və səlləm.